Salam əziz dostlar. Bugünkü master klassımızda daxil brendinə məxsus IP danışıqlarının qurulması olacaq. Bu master klassda istifadə edəcəyimiz cihazlar VTO 232011 RWP zəng paneli və VTH 2621 GWP daxili monitor olacaqdır. Cihazların qoşulması üçün RAM port üzərindən PoE ilə də qoşmaq mümkündür və əlavə olaraq üzərində 12 voltluq girişindən də toku qoşmaq mümkündür. Əlavə olaraq cihazı qoşmağa bizə bir ədəd PoE switch və yaxud da əgər PoE-dən istifadə etmirsə adi switchdən istifadə edə bilərik. Switch internetə qoşulur və bundan əlavə bizim istifadə etməyimiz üçün bizə notebook və onda quraşdırılmış Config Tools proqramı, eləcə də web browser üzərindən çöl zəng panelinə qoşulmaq imkanı olmalıdır. Çöl panelinin qoşulması üçün mən birbaşa olaraq adi LAN portdan istifadə edəcəm və onun üzərində gördüyünüz kimi hazır etdiyim 12 volt girişindən LAN kabeli LAN porta taxırıq və gördüyünüz bu 12 voltluq girişi, həmçinin bu kabelin üzərindən biz cihaza qapı zamoku da qoşa bilərik. Daxili monitoru qoşmaq üçün isə birbaşa olaraq PoE-dən istifadə edirəm. Gördüyünüz kimi dərhal qoşulur. Əziz dostlar, deməli ilkin olaraq ayarlarımızı VTO, yəni çöl zəng paneli üzərindən həyata keçirəcəyik. Bunu biz ayarları birbaşa olaraq web browser üzərindən verəcəyik. İlkin olaraq onu bildirmək istəyirəm ki, gördüyünüz kimi Config Tool proqramı vasitəsilə şəbəkəyə qoşduğumuz cihazlarımızı VTH və VTO hər ikisinin də IP adresi görünür və hər ikisi də istifadə etmək üçün hazırdır. Lakin gördüyünüz kimi hər ikisinin statusu aktiv deyil kimi göstərilir. Biz onu eyni buradan birbaşa olaraq Config Tool-un üzərinə seçərək Interialize bölməsini vuraraq da edə bilərik və yaxud da ki, ilkin ayarlar verdiyimizdə zaten o proses həyata keçiriləcək. Biz isə gəlin bu prosesi birbaşa olaraq web browser üzərindən edək. IP adresi yazıb daxil oluruq. İlkin cihazın istifadə ediləcək dili seçirik. Burada biz də ingilis dili saxlayırıq. Növbəti istifadəçi qaydaları ilə razılaşırıq. Növbəti ekran seçirik və burada artıq yeni parol təyin edirik. Yeni parol mütləq şəkildə cihazın tələb etdiyi, yəni təhlükəsizlik qaydasına gördüyünüz kimi hər 3 kriteriya üzrə yazılmalıdır. Ondan sonra parolu yazdıqdan sonra e-mail adresi əlavə edə bilərik. Bura e-mail adresi qarşısına quruş qoyduqdan sonra xana aktiv olur. Yəni, bunu yazmaq mütləqdir, çünki bu e-mail adresi yazdıqdan sonra əgər parol yaddan çıxılsa, onu sıfırlamaq üçün həmin o e-mail adresindən istifadə edəcəyik. Bu indiki halda mən e-mail adresi qeyd etmirəm. Növbəti isə deməli auto-check for updates, yəni yenilik olduqda cihazın yenilənməsini avtomatik olaraq özü axtarsın. Bunu təbii ki aktiv qoyuruq. Bu çox vacib bir məsələlərdən biridir. Və cloud servislikdə təbii ki cloud qoşulması üçün aktivləşdiririk. Complete dedikdən sonra gördüyünüz kimi artıq cihaz istifadəyə tam olaraq hazır olur və son 5 saniyədən sonra artıq cihaz açılır və biz login dedikdən sonra bizi növbəti giriş səhifəsinə yönləndirir. Yenicə təyin etdiyimiz parolu qeyd edirik və cihazın içinə daxil oluruq. İlk addım olaraq biz burada SIP server mütləq seçməliyik, çünki biz domofonu qururuq. SIP server seçdikdən sonra bizim ekranımıza gördüyünüz kimi birinci olaraq VTH-ın, yəni içəri monitorun qoşulub-qoşulmadığını göstərdiyi səhifəmiz gəlir çıxır və bunu biz içəri monitoru qurduqdan sonra buraya biz yenidən qayıdacağıq. Və OK dedikdə ilkin ayarlar hazırdır və cihazımız artıq içəri, yəni çöl panel qoşuludur deməkdir. Növbəti ayarlar biz keçirik network bölməsinə. Network bölməsində gördüyünüz kimi biz cihaza əllə IP adres, burada əllə IP adres yazmışıq, biz bunu DHCP-yə də çevirə bilərik və yaxud da əllə yazdığımız IP adresi saxlaya bilərik. Məsləhətdir ki, təbii ki, əllə IP adres yazaq. Növbəti aşağıda gördüyünüz kimi Transmission Mode, Multicast və yaxud da Unicast-dır. Bunun seçimlərində səbəb var dəyişikliğində. Əgər biz SIP server qururuqsa, mütləq şəkildə Multicast-ə çevirməliyik və burada da biz Multicast-ə çeviririk bunu. Növbəti SIP server. SIP serverdə deməli port standart olaraq qalır. Servisi aktiv etdikdən sonra Registration Password bölməsində biz cihazlara verdiyimiz parolu bura qeyd edirik və parol mütləq şəkildə içəri monitor və çöl zəng paneli üçün eyni olmalıdır. Əgər biz bir neçə monitor daxildə qursaq,
və eynisinə də həmin paroldan istifadə etməliyik. Və parolu verdikdən sonra artıq cihazımız zəng paneli tam olaraq hazırdır. Növbəti ayarlar isə birbaşa olaraq içəri monitorun üzərindən keçəcək və monitoru bitirdikdən sonra və yaxud göstərdiyim kimi Local Device Configuration Device Settings bölməsinə daxil olaraq burada biz həmin o VTH qeydiyyatını edəcəyik və istərsiniz ona indi də yaza bilərik, çünki qoşulanda birbaşa olaraq açıla bilsin. Deməli, daxil etdiyimiz parolu yazırıq bura və OK deyirik. Artıq içəri panel düzəldikdən sonra bu ayarlara davam edəcəyik. İndi keçək içəri monitorun ayarlarının verilməsinə. İlkin olaraq burada biz regionu seçirik. Region Azərbaycan təbii ki. Növbəti dil seçimi, mən dil seçimi ingilis dili üzərində davam edəcəm. Növbəti isə monitorun hansı istiqamətdə istifadə olacağını soruşur və apartment, yəni bina üçün də istifadə edə bilərik və yaxud da villa. Bizim hal-hazırdakı quraşdırmamız villa üzərində, yəni ev üçün nəzərdə tutulur. Növbəti gördüyünüz kimi ekranda hansı ayarlar edilməlidir deyə soruşur. Burada biz ilk ayarların verilməsi deyirik. Əgər cihaz dəyişilməlidirsə, biz ikinci Replace Device bölməsinə girməliyik. First Device Configuration giririk. Növbəti IP adresi, yəni eynisinə IP adresi əllə verə bilərik və yaxud da DHCP üzərindən IP adresi saxlaya bilərik. Növbəti ayarda parol ayarlarıdır. Parol təyin etdikdən sonra yenə eynisinə e-mail adresinin qeyd olunmasıdır. Burada təbii ki, e-mail olması mütləqdir. Quraşdırmada mən e-mail adresindən istifadə etməyəcəm. Növbəti deyirik və növbəti planda gördüyünüz kimi cihazımızın tam aktiv olması üçün gördüyünüz kimi Initialize bölməsi var. Bunu vururuq və cihazımız statusu tam olaraq istifadəyə hazır olur. Növbəti ayarlarda isə biz birbaşa logout veririk, buradan çıxış veririk bu ayarlardan və gəlirik cihazın ana ekranına. Deməli, ana ekrana keçdikdə bizi belə gözəl bir mənzərə qarşılayır, çox rahat istifadə olunan və gözəl interfeys, yəni dizayn edilmiş bir ekran görüntüsü var burada. Deməli, ilkin olaraq daxil oluruq biz setting bölməsinə. Burada biz gördüyünüz kimi ən sonda opsiyalarını basılaraq Project Settings bölməsini tapırıq. Project Settings bölməsinə daxil oluruq və burada biz qeyd etdiyimiz parolu yazırıq. Parolu yazdıqdan sonra daxil oluruq cihazımızın ayarlarının ekranına. Və ilkin olaraq yəni IP adres bölməsidir. Bunu dəyişmək və onları dəyişməmək olar. Yəni sizdə nasıldır? Sonra növbəti ekranda həmin bu cihazın öz adı gəlir. Gördüyünüz kimi room number 9901. Əgər bu bina panellərində də, yəni zəng panellərinə quraşdırılsa belə, həmin bu nömrə üzərindən zənglər həyata keçirilir. Növbəti keçirik, deməli, Main VTO ayarlarından. Main VTO nədir? Bizə Main VTO növbəti ayardan sonra buraya biz geri dönüş edə biləcəyik. Bu bizim çöl panelinin ayarlarıdır. Növbəti ayarlarda gördüyünüz kimi keçirik SIP bölməsinə. SIP bölməsində biz birbaşa olaraq çöl yəni zəng panelinin IP adresini qeyd etməliyik və parolunu. Bu bizdə nə idi? Deməli, 31143 IP adresi dəyişirik. IP adresi dəyişildikdən sonra cihazın deməli, registration parolu, registrasiya parolu xatırlayırsınız. Bunu ilk olaraq göstərmişdim. Həmin o parolu qeyd edirik bura. Yəni, təbii ki, bu parol bütün cihazlarda eynisi olmalı mütləqdir. Deməli, növbəti ekranda isə biz cihazın istifadəçi, yəni çöl panelinin istifadəçi adı və parolunu qeyd edirik. Admin adı və parolu qeyd etdikdən sonra yaddaşa veririk və ayarlarımız tam olaraq yaddaşa verildi. Növbəti qayıdırıq gördüyünüz kimi Main VTO bölməsinə. Main VTO bölməsinə aktivləşdiririk və aktivləşdirdikdən sonra eynisi ilə cihazın çöl panelinin IP adresini burada qeyd edirik. Və təbii ki, cihazın parolu. Parol qeyddən sonra yaddaşa veririk və içəri monitorun ayarları bununla
bitir. Və gördüyünüz kimi biz əgər daxil olsa bura, gördüyünüz kimi cihazımızı görə bilirik. Buradan qapını aça bilirik və danışa bilirik. Ancaq zəng gəlməyəcək. Zəng gəlməsi üçün bayaq qeyd etdiyim kimi çöl zəng panelinin IP adresini daxil olduğumuz bölmədə ayarlarda yoxlanmaq mütləq lazımdır. İçəri monitorun ayarları verildikdən sonra daxil oluruq. Baxın, cihazımızın IP adresi ilə çöl zəng panelinin içinə daxil oluruq. Parol yazıldıqdan sonra daxil oluruq Device Settings bölməsinə və burada gördüyünüz kimi artıq ilk öncə biz burada parolu qeyd etdiyimizə görə, həmin parol aktivləşdiyinə görə bizim çöl paneli içəri paneli ilə artıq bir-biri ilə bağlantı yaratmışdır. Cihazımız tam hazır olduqdan sonra növbəti addım DMSS proqram təminatı üzərindən cihazımızın qeydiyyatıdır. Deməli, DMSS proqramına daxil oluruq, QR kodu skan veririk və içəri monitorun üstündə etiketində olan QR kodu oxutururuq. Oxuturduqdan sonra daxil olub adı qeyd edirik, buna istədiyimiz adı yaza bilərik. Ad yazdıqdan sonra istifadəçi adı girişdə olduğu kimi yazılır və parol eynisi ilə girişdə olduğu kimi eyni parolu bura qeyd edirik və yaddaşı veririk. Yaddaşı verdikdən sonra gördüyünüz kimi səsin açılıb bağlanması bizə qarşımıza gəlir, aktiv qoyuruq və artıq cihazımız hazırdır.